Salam kızlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün ikinci YouTube kanalıma video atmaq istəyirəm. İnşallah ki, düşündüm nə çəkim. Sabah rayona gedirəm bir neçə günlük. Allah ölənlərimizə rəhmət eləsin. Bir gün babamın elidir. Həm bunun üçün gedirəm, həm də ki, artıq evdən işlədiyimə görə bir neçə günlük istirahət etmək istəyirəm. Neçə vaxtda Bakıdayam, hava almaq istəyirəm. Biraz ən azından bir həftə, 5 gün falan neçə gün qalacağımı bilmirəm. İstədim vlog başladım. Deməli, bugün kargolarım gəlib. İstəyirəm həm bunları paylaşım. Reels videosu olaraq Instagrama attım. İnşallah ki, istəyirəm indi YouTube'dakı kanalım üçün də bir göstəriş edim. Düzdür, hamısını açmışam, amma açsam da göstərəcəm. Bir də ki, paylaşa bilsəm linkləri paylaşacağım mümkün qədər. Bir də ki, bugün nə hazırlıq aparacağım sabah. Yəqin ki, bugünkü vloguma bu qısa olacaq deyə düşünürəm. Sabahki yol, gedəcəyim yolu və s. və axır bunları da çəkərəm. Geyim hazırlamalıyam özüm üçün bir neçə dənə və s. Nəsə, çox danışmayaq, keçək kargolara. Hamısı açıq vəziyyətdədir, onun üçün belə tez-tez danışa göstərəcəm. Bu deməli Əsra üçün almışam, inşallah qızım üçün. Kravatına bağlamaq üçündür belə, bəlkə Temuda falan görmüş olarsınız. 3-4 manat arasıdır. Bura deməli belə sumçka kimi bir şeydir. Əşyalarını qoyursan. Əslində oyuncaq falan da qoya bilərsən. Mən oyuncaq qoymağı düşünürəm. Çünki əşyalar üçün başqa bir şey almışam. Əşyaları üçün aldığım budur. Əşyalar dediyim kosmetikini nəzərdə tuturam. Yəni pudra, nə bilim yağ, ondan sonra nəmləndirici krem və s. nə varsa, bunlar niyə burada turşur? Kulok açdığıma görə. Nəysə, bu cür şeyləri bunlara yığmağı düşünürəm. Əgər tam qəşəngini tapsam, uşaq üçün olan, ürəyimə yatanı tapsam, bunları özüm istifadə edəcəm, Əsraya verməyəcəm. Yox, tapmasam, hələ ki bunlar idarə edər, yəni işimi görər. Əslində qəşəngdir. Keçək bunlara. Bunlar nədir? Bu qalın ədyalıdır. Qiyməti, o qabları demədim. Qabların qiyməti 6 manat, 6.40, 7 manat arası belə bir şeydir. Bunu da endirimdən 9 manata falan aldım. Çox qəşəngdir qızlar. Həqiqətən əgər almaq istəyirsə, onsuz hamının qabağına Temuda eyni şeylər çıxır belə deyim. Əgər almaq istəyirsə, bunu ala bilərsiniz. Çünki material çox qəşəng, idealdır, yəni ki. Bu kolyeskası evdə də əslində ata bilərəm, kolyeskada da ata bilərəm deyə almışam. Daha çox kolyeskanın əşyaları ilə dəstləşdirmişəm deyərəm. Bu belə ədyalıdır. Uzunluğu falan da çox qəşəngdir. Yəni bunu alıb istifadə edə bilərsiniz. Arxa tərəf, ön tərəf. 8-9 arasıydı. İndi qəpikləri çox xatırlamıram. Bu döşəyidir. Bu da 8 manat idi, səhv eləmirəmsə. Baxın, üstü də belə aycıqlıdır. Dəstləşdirib almışam. Arxa material daha qəşəngdir, nəinki ön materialda. Ön material belədir, arxası çox yumuşaqdır. Bəlkə də arxasını istifadə edirəm, bilmirəm. Bu belə balışqasıdır. Burada da 5 manat idi, Temuda da 5 manat qəpik, eyni qiymət idi. Hətta burada 4 manat da vardı. Prosta bu dizaynda tapmadığıma görə dəstləşdirdim. Bu da belə sumçkasıdır. Çox qəşəng deyil. Burası ki, bunu mən elə bilmirəm, ayıdır, yoxsa dovşandır. Nəsə belə, nəsə, başa düşə bilmirəm. Oxşuyur onsuz da bir-birinə. Sonra dünyanın ən şirin ayaqqabısını görməyə hazırsınız. Çox qəşəngdir, ciddən çox qəşəngdir. Çox bəyənir. 5 manat falandır da, yəni ki, çox münasibdir. Buna bax, zaten təzə də olan uşaq ayaqqabı istifadə edəcəyini düşünmürəm. Amma belə donla və s. harasa çıxsa, nədəsə istifadə edə bilər. Yəni kombin olaraq istifadə edə bilər. Həm də ki, sentyabrdan sonraya düşür deyə, qırxı və s. çıxınca, elincə, biz çölə bunu çıxınca olacaq noyabr ayı. Nə qədər ayağına ayaqqabı geyinib gəzməsə də, corabla falan üşüyər deyə belə bir şeylər zaten geyindirəcəm. Amma belə bütün paltarlarla kombin olaraq almayacağım. Mən özüm ayaqqabı xəstəsiyəm. Yəqin qızımı da ayaqqabı xəstəsi eləyərəm. Çox xoşlayıram mən ayaqqabını. Geyimdən çox ayaqqabı üstündə eləyərəm. Danışana yoluram artıq. Bunu da aldım, donlarla falan geyinər. Bir dənə də belə bej sadə bir şey almağı düşünürəm. Toxunma material ki, çölə çıxanda boycilərin və s. altından rahat geyinə bilsin. Sonra özümə nə zakas eləmişəm? Özümə zakas eləmişəm bu fırçanı. Neçə vaxtı zaten istəyirdim duş sonrası. Mən biraz belə şeyləri çox xoşlayıram. Duş sonrası gel və s. bu cür belə qulluq vasitələrini xoşlayıram. Sonra aldığım bu var. Bu hamilələr üçündür, şalvara taxmaq üçündür. Mən hamilə paltarı almamışam. Almağı da çox məntiqli görmürəm. Nəyə görə? Ona görə ki, 2-3 aya görə. Yəni təzədən nə qədər paltara pul verməyi düşünmürəm. Zaten aldığım bütün paltarlar əynimə olur. Ona görə ki, hamısını boş geyinirəm. Mən zaten heç bir şey, yəni əksinə indi olur əynimə. Əvvəlki paltarlar olmurdu əynimə. Çünki mən aşırı boş geyinən bir insanam. Instagram sayfama bu arada girib baxa bilərsiniz. Orada daha aktivəm. Orada daha çox videolar və s. var. Hətta uzun zamandır, bir ildən yuxarıda 2 ildir falan istifadə edirəm. Keçmişə dair də yəni şəkillər, videolar var. Hicabdan sonra. Bu isə belə bir şeydir. Gün
ondan sonra həftə, ay, nə bilim belə yazılar. Bunda yəqin ki, aylıq belə şəkillər çəkdirməyi düşünürəm. Buna 2 rənd ama. Məsələn, 12 falan ola bilər. Ya da 08, 09 belə bir şey eləyə bilərsiniz. Qızlar, bunu zakaz elədim mən. Qolluqdur da. Prosta ki, biraz materialı elə bir tüldü, amma elə bildim iç bədən göstərəcək, göstərmədi. Bir dənə belə taxın, qolum qalmasın var evdə. Baxın, görürsünüz, nə qolum bilinir, nə bir şey. Və 1 manat 60-70 qəpiyə elədim. Çox qəşəngdir. Yəni Trendyoldan elədim, pisləmək kimi çıxmasın. 8 manata falan ikisinin üçün dəsti faş verdim. Bura düşür, bu, amma burası o qədər bərkdir ki, çox qəşəngdir. Özdə bax, burası rezindir, fərqlidir. Bunu da indi dərzidən donumu götürdüm, təzə don almışam, göstərəcəm. Trendyol ümumiyyətlə mənim üçün yəni geyim yeridir. Mən geyim almaq istəyəndə Trendyol'a girirəm. Amma bu cür şeylər zakaz eləyəndə əlim Temudan başqa heç nəyə getmir. Təzəlikcən şeyinə də istəyirəm. Baş qoşum, bilmirəm. Baxın, belə bir don almışam. Çox qəşəng rəngi var. Özdə ki, belədir. Buradan aşağıda qolluq taxmağı düşünürəm. Belə uzun, sadə, sport, heç bir risunkası olmadan bir dondur. İndi dərzidən gəlirəm. Ətəyini tikdirdim. Dərzimi çox sevirəm, çox qəşəng əlişlər. Belə. Mənimkilər həqqlı. Sonra üçlü bandana zakaz eləmişəm. Belə. İkisi eyni risunkadadır. Biri ağ. Ağ deyil əslində, bejdir. Biri karışnevidir. Donlarla giymək üçün. Biri də belə karışnevi üstündə ağdır. Bu atası seçdi, atası bəyəndi. Onun üçün aldım. Əslində zövqü çox yaxşıdır. Çünki o birisinin ikisi tam ağ idi, biri karışnevidir. O da mən xoşuma gəlmədi. Dedim, nəylə giyinəcək 2 dənə karışnevi. Amma bu daha yaxşıdır. Ay, mən də taxa bilərəm arada. Canım qızım. Sonra buraları görsəniz qorxarsınız. Ucası. Bunu özüm üçün zakaz eləmişəm. Sponjdur. Denən ki, sən sponjdan istifadə etsən, mən də deyim yox. Çünki heç nə vurmamaq üzümə. Yəni bu dəqiqə heç günəş kremi də yoxdur üzümdə. Bir dənə yalandan qulası vurmuşam. Bu da bayaqdan belə danışdım ki, getdi də yoxdur. Bunu niyə almışam? Olsun deyə almışam. Bax, biri belədir. Diğer 3 dənə elə standart. Prosta ki, mən o birisini toyumdan da əvvəl almışdım. Heç bilmirəm, toyumda almışdım. Yəni xonçamda bilmirəm. Almışdım. Yəni 1 ildən yuxarı da. O da ki, mən videolarda gördüm, içi şey olur. Mən də suyla istifadə edirəm axı. İçi belə nə olur? Kif olur. Onun üçün zakaz şey eləmədim. Dedim ki, qoy zakaz eləyim, alım. Çünki bu daha yaxşıdır. 3 manata falan içində 4 dənədir. Yəni mən bunu 10 ildə işlədərəm. İçinin suyuna görə olmasa, yəni kiflənməsə, mən 10 il falan işlədərəm. Çünki mən tanayını vurmuram ümumiyyətlə. Saç şeyim üzümə sıfırda. Yəni bir dəfə nə vaxt vururam, ad günü olacaqsa, gedəcəmsə, ya hansısa bir tədbirdə iştirak eləyəcəmsə, o da çox nazik bir xətti qoyuram, yayıram. Bir də concealer, ifsio. Onu ikisini vurdum, tuş, qaşımı daradım, gloss çıxdım. Budur. Adi gündəlik günlərdə isə nəmləndirici, yəni günəş kremi, SPF. Qaşımı darayıram. Zaten qaşımı darmağa ehtiyac olmur. Prosta ki, darayıram da səliqəli olsun. Bir də şey, tuş, bir qat tuş adi elə belə gözüm yorğun görsənməsin. İndi mən səni yorğun görsənəm, çünki tuş yoxdur. Evdəyəm. Bir də gloss ya da sadə qələm çəkirəm, ortasına gloss. İfsio, başqa heç gloss da çox parıltılı istifadə edirəm ki, belə çox cəzb edən, mənim nəsə xoşuma gəlmir. Bəlkə özəl günlərdə eləyirəm, amma belə çölə çıxanda çox eləməyə xoşlanmıram. Nəysə, çox danışdım. Bu nədir? Çox şirin bir şeydir. Bu belə uşağın ilk fotosunu ya nə bilim, indi hələ ki yəqin ki kravat gələndən sonra uşaq olana qədər ucu kağızını falan qoyaram. Sonraki vaxtlarda bəlkə də üçümüzün qəşəng bir şəkli falan olarsa, yəni dəyişə bilərəm bir tez şəkli. Burada da baxın, hello yazı, burada da adı falan, dataları, məlumatlar, burada da belədir. Bu da. Belədir. Bunu kravatın yanındakı şkafın üstünə qoymağı fikirləşirəm. Ən sonuncu da bu qaldı. Başqa yoxdur məncə heç nə. Deməli qızlar, bunu aldım. Alın, aldırın. Prosta qorxduğum bir dənə şey var idi ki, bu patlaq gəlir. Bunu da indi sınaya bilmərəm. Mən yəqin ki, xəstəxana çıxışında sınayacağım. İnşallah heç biri patlaq olmaz. Deməli, böyük bir ədəd, belə qızıl versiyası da var, oğlan versiyası da var. Qiyməti 3 manat 50 qəpik, 4 manat 50 qəpik. Mən 3.50 xatırlayıram, 4.50 də ola bilər, nəysə. Axı maksimum tutaq ki 5 manatda. Burada qulağı falan da var. Burada bunun qiyməti bir dənəsi 3 manat, 4 manatdır. Özə keçələr lap böyüklərin qiyməti bahadır, qalxır. Balacalar belə. Bu ulduz imiş. 2 dənə belə ulduz, 2 dənə ulduz, eynisindən. Elə bilin ki, ikisini sağa, ikisini sola, helim qazdan. Bir dənə bebişi də ortada eləməyi düşünürəm. 2 dənə də belə bir şey, bayağı böyükdür. Və hamısı bir yerdə 3.50, 4.50, belə 3-4 manat arasında, yəni çox yaxşı sərf eləyir. Ona görə ki, burada biri 5 manatdan, 5 dənəsinə mən 25,
20 bu cür qiymətləri verməliyəm də. Ortaq lap minimum 3 manatla hesablasaq 15-20 manat arası pul verməliyəm. Çox gərəksizdir məncə. Mən şar, gül, bu kimi şeylərə çox pul verməyi dəyərsiz görürəm deməyim, amma çox pul verməyi düzgün görmürəm özümdə, başqalarında yox. Çünki zaten yəni istifadə olunandan sonra 1-2 günə solub və yaxud da şişə yatacaq bir şeylərdir. Yəni mənim zənnimcə 20 manat bu 5 dənə şara görə çox bahadır. Məsələn 3 manat neçə qəpik almışam, çox da sərf eləyir. İnşallah yəqin ki qazağanın çıxışında bunları istifadə edəcəm. Hələ tək bunları almağı düşünmürəm də. Bir neçəsini də almağı düşünürəm. Ə hərfi falan almağı da düşünürəm. Onun üçün mən yəni bunları Azərbaycandan alsaydım, ə hərfi bunlar falan biri də 20 manat, mini şarlar falan bir 10 manat, rahat 30-40 manatdan yuxarı şara pul verməliydim. Çox məntiqsizdir. Yəni 40 manat şara pul verəcəyimə başqa bir şeyini alaram. Yəni 40 manata çox qəşəng 10 dənə falan boyda alaram, 8 dənə falan boyda alaram. Çox daha məntiqli olar, əyninə geyinmiş olar, daha yaxşı olar və yaxud da hansısa alacağım bir şeyi endirimli, münasib qiymətini yox, daha bahalısını alaram ki, daim istifadə edim. Məsələn, kolyaskadır, kravatdır. Bunları bilirəm ki, mən ömür boyu istifadə edəcəm. Gedib 50 manatlığını almaram, məsələn 200 manatlığını alaram. Amma bu cür şeylərə çox aşırı pul verməyə məntiqli görmürəm. Nəsə çox danışdım. Bunlar bu qədər qızlar. Bunlar mənim kargolarım idi. Bunların hamısına nə qədər pul ödəmsən desəz, xatırlamayacağam. Amma ki bunu deyə bilərəm ki 50 neçə manat idi, səhv etmirəmsə 8 manat falan kupon da vardı. 72 manat falan eləyirdi. 59 manat səhv eləmirəmsə 60 manat belə bir pul ödədim. Yəni bu səfər az kupon oldu. 8 manat bir endirimlərlə həm falan 17 manat mənə endirim olmuş oldu. Amma zaten bir çox endirimdə idi. Qalan amma böyük bir məbləğdə. Şimdi 72 manata 58 manat ödədim, yoxsa nə qədər 57 manat belə bir şeylər ödədim. Yəni tam dəqiq 17 yoxsa 14 manat endirim oldu belə. Bunlar bu qədər. Videonun geri qalanında yəqin ki yığdığım 5 yüklərimi, rayona yol getməyi falan bunları çəkərəm. Deməli belə indi sumkamı yığırdım, istədim belə çəkim. Bunu sabah yola geyinəcəm inşallah. Belə donum, təzə donum, üstünə etlədi. Hə, üstünə belə hicab, qolçaq falan. Nəsə bu aralar bu cür rəngləri xoşlayıram. Bu evə kimsə gəlsə riski hicab atmağa başıma. Bir əlavə koriçnev hicab, bir də olmazsa olmaz qara hicab götürdüm. Bu mənim qol açıq donumdur. Qara donu da giyməyə götürdüm. Belə asan da olsun, çox şey daşımayım. Kətan şalvarımdır. Bu da Austin kardiganıdır. Həm bu kardiganı bundan giyinəcəm. İndi içinə kofta da götürəcəm. Həm də bundan giyməyə çox yaxşıdır, sərf eləyir. Belə də ki, evdə giyməyə gecələr şamağı soğuk olur deyə sportivnimi götürdüm. Burada belə şortikli dəst, bir də belə şal var. Bir də bunu nə vaxt işlədirəm, rüqzaqdır da, bunun içinə çox şey yerləşir. Buna girməyi düşünürəm. Bunlardır hələ ki, kaşlokum falan, kitabım falan. Bir də bunun içinə şey qoymağı düşünürəm mən. Adaptırım, iş telefonlarımı bunun içine atacağım. Bir dənə qalır sabah üçün namaz donum. Onları istifadə edəcəm deyə qoya bilmirəm. Diş fırçam, nəmləndiricim, nə bilim əlimi yumaq üçün, üzümü yumaq üçün, krem falan filan belə şeyləri götürəcəm. Kosmetiki mini bir şey. O da ataram belə kosmetika çantama. Bir də kompüterim, not dəftərim, belə şeylər, ifşo. Başqa da heç nə yoxdur. Daraq, faram, belə şeylər də yəni nə işlədəcəm, sözə baxacam onu. Amma onları sabah əlavə edəcəm, çünki sabah onları işlədəcəm. Mən sonra yola çıxacam. 1-2 də yola çıxacam deyə indidən qoymuram. Burada isə belə götürdüklərim kosmetik. Zaten kosmetik istifadə eləmirəm, amma lazım olacaqlar. Belə ətrim. Burada da sponge falan mini bir şeylər götürmüşəm, nəmləndirici və s. Yeni tujumu götürmüşəm. Ifşu. Elə bir kombin etdim. Yeni aldığım geyim və qolçaqlar çox da bəyəndim. Sonra maşın gəldi, məni götürdü artıq evdən, düzəldim yola. 1 saat 30 dəqiqəyə çatdım. Yəni Şamaxı ən yaxın rayonlardan biridir deyə düşünürəm Bakıya. Düşünürəm yox, daha doğrusu belədir, mən belə bilirəm. Və artıq burada çatmışam. Çatandan sonra düşdüm bağımıza, bir neçə dənə belə alça dərdim. Həqiqətən də çox qəşəng idi. Düzdür, biraz saralmışdı, amma olsun, çox qəşəng dadı var idi. Turşuydu, tam mən istədiyim kimi. Sonra 1-2 saat istirahət eləyəndən sonra yola düzəldim. Mama ilə ki, gedək babanın sabah elidir. Bu haqda, mövzular haqqında danışaq. Və burada da bağa gəlmişəm. Babam gilin bağıdır, həqiqətən də çox qəşəngdir. Bu güllərin hər birini zəhmətlə, bəzilərini babam əkib, bəzilərini rəhmətli dayım əkib. Allah ölənlərinizə rəhmət eləsin. Və sonra gecə vaxtı evə qayıdırıq. Artıq dayın maşını ilə day apardı bizi qoymağa. Sabah hüzürdən kadr çəkə bilmədim, belə bir mövzu, yəni video yerləşdirdim. Hüzürü yola verdikdən sonra artıq getdik babam və dayımın qəbrini ziyarət etməyə. Və səhəri günü də asan xidmətdə bəzi işlərimiz var idi. Onları gəldik, gördük. Sonra getdim, evdəkiləri mənə turp çırpdı ki, mənim üçün vitamindir, biraz yeyim.
Rayonda da olsaq təbii ki işləyirik. Artıq saat 10-a işləyir, 15 dəqiqə. Birazdan namaza duracağam. Qurtardım bugünkü işlərimi, yeməyimi də yeməmişəm. Deməli, iş, məkan və zaman tanımır.